Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Yeni ilin ilk verilişini sizə təqdim edirik. Bugün də çox maraqlı bir mövzuya toxunacağıq. Xoş gördük əziz tamaşaçılarımız. Yeni iliniz bir daha mübarək olsun. Bu il bizim üçün uğurlu və xeyirli olsun. Qonağımız Gülhanə Hərbi Tibbi Akademiyasında ixtisaslaşmış həkim radioloq, Kraton klinikasının həkimi Nazir Allahverdiyevdir. Doktor, xoş gəlmisiniz. Salam, təşəkkür edirəm dəvətiniz üçün, minnətdaram. Ümid edirəm ki, verilişimiz maraqlı olar və faydalı olar. Təşəkkür edirik. Əminik ki, elə olacaq. Pasientləri düşündürən ilk sual MRT yoxsa KT və bunların fərqi nədir? Bəli. Bu mövzuda hədsiz çox suallar alırıq. Pasientlərin bəziləri düşünür ki, məsələn, MRT müayinəsi tam üstündür, digərləri düşünür KT müayinəsi üstündür. Burada hər müayinənin özünün bir qızıl standartı vardır. Bu qızıl standart müayinələrin patologiyalarına görə də dəyişilir. Məsəl üçün, KT müayinəsi travmalarda, sümük patologiyalarında, bir çox müayinələrdə bu KT müayinəsi üstündür. MRT müayinəsi isə, məsələn, yumşaq toxumalarda, yumşaq toxuma patologiyalarında daha üstün müayinə sayılır. Hər müayinənin özünün mənfi və müsbət xüsusiyyətləri vardır. Məsələn, KT müayinəsində biz bilirik ki, yəni rentgen şüaları olduğuna görə radiasiya yükü vardır və onun öz mənfi cəhətləri odur. Məsələn, MRT müayinəsində isə pasientlərin bəzən qapalı məkanda qala bilməməsi də MRT müayinəsinin bəli, o narahatçılıqları var. Yəni hər müayinənin özünün bir üstün cəhəti vardır. Ona görə də patologiyalara görə dəyişilir, həkimlərin təyinatına görə dəyişilir. Yəni əsas fərqləri bundadır. Üstün və cəhətlər də var, mənfi cəhətlər də var. Bəs ultrasəs müayinəsi, doktor? Ultrasəs müayinəsi də bəzi patologiyalarda, məsələn, digər müayinələrdən üstündür. Məsələn, ultrasəs müayinəsi qalxına bənzər vəz müayinələrində, daha sonra varikoz müayinələrində, hamiləlik müayinəsində ultrasəs müayinəsi üstündür. Amma ultrasəs müayinəsinin də belə deyim, problemləri nədir? Əksik yönləri var, problemləri. Məsəl üçün, ultrasəs müayinəsində qarın boşluq patologiyaları, bağırsaq müayinələri mümkün deyil istifadə etmək və yaxud da ki, xəstədə köp olur, köplərə görə məsələn müayinə sahəsi daralır və daha çox ilkin müayinə tədqiqat kimi hesab olunur və o müayinədən sonra növbəti etapları irəliləmək üçün ultrasəs müayinəsi ilkin tədqiqat kimi istifadə olunur. Biz əvvəllər daha çox bu ultrasəs müayinələrinə etibar edirdik. Hər hansı bir yumşaq toxumalarımızda ağrı olanda və ya qaraciyərdə ya da öddə bir narahatlığımız olan kimi ultrasəs müayinəsindən keçirdik. Amma son zamanlar bir balaca təzad yaranıb. Məsələn, bir həkimə gedirik, müayinədən keçirik. Aldığımız nəticə digər həkimdəki müayinədən fərqlənir. Bax, bu nə ilə əlaqədardır? Siz əgər eyni profillə nəzərdə tutursunuzsa, yəni iki ultrasəs müayinəsini qarşılaşdırırsınızsa, bəli, bu barədə mən dəfələrlə bir çox müraciətlərim olub ki, ümumiyyətlə vahid standart protokol çox önəmlidir. Mənim məsəl üçün bir həkim olaraq arzum odur ki, çalışan bütün ultrasəs həkimlər, radioloqların protokolları vahid sistemdə olsun, yəni eyni olsun. Amma yazılan nəticələr fərqli ola bilər. Cəmaət arasında belə bir şey var ki, onsuz da məni həkim MRT-yə göndərəcək. Nə UZ-yə gedim, nə KT eləyim, birbaşa MRT elətdirim. Yəni kökündə məsələni həll eləyim, bilim problemim nədir və həkimin yanına həmin o problemi həll etmiş kimi gedim, müalicəmi alım və sağlamlığıma qovuşum. Bu nə qədər doğrudur? Burada yenə deyirəm, pasiyentin yanaşması və doğru ünvana getməsi çox faydalıdır. Məsəl üçün, pasiyent əgər özü qərar verirsə, bu yanlışdır. Yanlışdır. Bu bir mənadır. Əgər pasiyent həkimə müraciət edirsə, həkim onu yönəldirsə birbaşa MRT, bu da yanlışdır. Burada birinci hər şey bəsitdən mürəkkəbə doğru dəyişir. İlk öncə hər şeydə ilkin tədqiqat ultrasəsdir. Onun üzəri KT-dir və daha sonra MRT müayinəsinə doğru, sonra kontrastlı KT və biopsiyaya qədər məsələ gedib irəliləyir. Burada belədir. Amma bəzən olur ki, patologiyalarda həqiqətən bundan öncəki raporlar, rəylər olur. Həkim onu birbaşa da MRT-yə göndərə bilir. Yəni bu patologiyalara görə dəyişir. Hər baş ağrısı da MRT üçün təyinat deyil. Yəni bu yanlış bir şeydir. Yəni ona görə bu işi klinik həkim dəyərləndirməlidir. Bəli, doktor, bəzən də mən də tez-tez müayinələrdən keçirəm. İldə heç olmasa 2 dəfə
ultrasəs müayinəsinə gedirəm. Bəzən mənə KT də məsləhət görürlər, amma mən KT-yə niyəsə getmirəm. Ultrasəs müayinəsinin cavabı ilə mən qane oluram və başa düşürəm ki, eyni həkimə gedirəm və fikirləşirəm ki, mən həm ona inanıram, həm də yanılmayım. Amma bəzən də bizim bədənimizə hansısa yad maddələr də belə deyək, istifadə olunur ki, daha dəqiq görmək üçün. Bax, onlar bizim orqanizm üçün nə qədər zərərlidir. Ümumiyyətlə bir pasiyentin bir patologiyası varsa, əgər həmin ilkin mərhələdə patologiyanı tapan həkim və ona doğru müalicə, doğru yanaşma olubsa, bir həkim üzərindən müayinəni davam etdirmək həqiqətən çox normaldır və bu da sizin artıq bu sahədə kifayət qədər məlumatlı olduğunuzun sübutudur. Digər həkimə müraciət etdikdə orada xırda bir rəqəm fərqi pasiyentin fikirlərini həqiqətən çox mənfi istiqamətdə dəyişir və onun inamını itirir və artıq növbəti digər həkimlərə, ixtisaslara bu pasiyentin getməsinə səbəb olur. Ona görə protokollarda belədir. Siz doğru yanaşırsınız. Bir həkimlə kifayətlənmə, əgər orada müsbət bir irəliləyiş varsa, patologiyanız sağalıbsa, siz həqiqətən sağlamlığınıza qovuşursunuzsa, bir həkimlə davam etmək tam normaldır. Və kontrast maddənin, yəni damar və istənilən törəmələrdə aydınlatmaq üçün istifadə olunan, onu genişləndirərək oradakı görüntüləri aydınlatmaq üçün istifadə olunur. Və bəzi hallarda da ciddi şəkildə allergiya verir. Allergiya da verir və yan təsirləri var. Təbii ki, ilkin yan təsirlər, məsələn, ağızda metal dadı olur pasiyentlərin bəzisində ürək bulanma olur, bəzisində yəni belə biraz baş dönmə, bir diskomfort olur. Amma allergik reaksiyalar da bəzən görülür. Bəs bunları da nəzərə alıb klinik həkimlər, bu işə qərar verən həkimlər ilkin öncə pasiyentin bundan öncəki patologiyalarını araşdırmalıdır. Birincisi növbədə gəlir böyrək patologiyaları. Mütləq məsələn pasiyentin böyrək çaşmazlığı olmamalıdır. İlkin öncə kreatinin yoxlanılır. Böyrəkdə kreatinin yüksəkdirmi? İkinci gəlir şəkər xəstələrinin individual yanaşma var. Onları həkim artıq qərar verir. Bu adam kontrast KT-yə getsin, getməsin. Digər o patologiya olan şəxslərə bəli, əks göstəriş varsa, bu müayinə icra oluna bilməz. Yaxşı, onun əvəzinə nə olacaq? Onu icra edə bilməlisən. Pasiyentin əgər məsələn kreatin yüksəkliyi varsa, o müalicə alır. Kreatin normallaşır, təzədən laborator tədqiqata gedir. Normal olduğu halda o adam o müayinədən keçə bilər həmin pasiyent. Maraqlıdır. Doktor, demək COVID vaxtı həyatımıza KT daha çox girməyə başladı və demək olar ki, KT sözünü daha çox eşidirdik. Amma ondan əvvəl ağciyərimizdə narahatlığımız olanda, öskürək və ya hər hansı bronxlarda problem olanda rentgen elətdirirdik və bundan da kifayətlənirdik. Həkimlər də bundan kifayətlənirdi. Amma bildiyimə görə KT-nin biraz öncə dediyiniz kimi fəsadları var. Biz ildə neçə dəfə KT eləyə bilərik? Çox gözəl sualdır və inanıram ki, bu sualınızdan biz də danışaq, daha maarifləndirici bir məlumat verəcəyik. KT müayinəsi ümumiyyətcə göstərişi var. Yəni bu ildə 2 dəfə, 3 dəfə, bu artıq bunu biz təyin edə bilmərik. KT müayinəsində radiasiya yükü var. Ona görə onun uzun müddət, məsələn, ildə 2 dəfədən artıq tövsiyə də olunmur. Çünki düzdür, təbii ki, zərurət yarandığı halda məcburi olaraq təyinatlar olur. Amma ümumiyyətcə KT müayinəsinin göstərişi var. Bu bir. İkincisi, post-COVID dönəmindən danışırıqsa, bəli, fikir verilmiş həmin dönəmdə bir panika yaşanmışdı. Bəli. İnsanlar aslında çox ciddi belə bir ab-hava yaranmışdı. Mütləq KT müayinəsi bunu dəqiq göstərir. Hətta buzlu şüşə görəcəyik orada. Bu hər pasiyentdə bu görsənmirdi. Covid-dən öncə də bir buzlu şüşəni biz görürdük. Sadəcə orada elə bir çoxluq yarandı və hər kəs elə bildi ki, bu buzlu şüşə spesifikdir. Buzlu şüşəni görürüksə biz Covid-dik. Düzdür, müəyyən qədər həqiqətlər var idi, amma bu hər pasiyentdə də eyni deyil. Bəli, olmaz. Doğru yeyirsiniz. Yəni göstəriş olmalıdır. Göstərişdən sonra həmin KT müayinəsinə zərurət varsa pasiyentlər gedə bilər. Və onun fəsadları təbii ki var. Məsələn, indi post-COVID dönəmidir. Məsələn, ağciyərdə nə qədər patologiyalar yaranıb, onların da fibrozlaşmış sahələri var. Post-COVID dönəmindən sonra da həkimlər bəzi pasiyentləri hələ də KT müayinəsinə göndərir mütəmadi olaraq. Yəni buna həkim təyinatı daha uğurlu olur. Bu bütün dünyada belədir yəni. Bəli. Bəs PET müayinəsi? PET müayinəsi daha irəli hüceyrə səviyyəsində olan müayinə üsuludur deyə. Daha deyim ki, daha çox patologiyası dərinləşmiş patologiya olan pasiyentlərdə bəli, daha irəli müayinə kimi PET müayinəsi daha hüceyrə səviyyəsində daha geniş profilli müayinə kimi bəli, çox geniş istifadə olunur. Heç bir xəstəliyi olmayan adam bu müayinədən keçə bilərmi? Nəinki heç bir xəstəlik olmayan, nəinki heç bir xəstəlik olmayan KT müayinəsindən belə emertdən belə keçməyə doğru deyildi. Qalmış tərəf PET müayinəsindən. Doğru hesab etmirəm. Burada mütləq təyinat olur, göstəriş. Göstəriş önəmlidir. Əslində
həmişə demişəm, keysəriyyə əməliyyatı belə birbaşa icra oluna bilməz. Göstəriş, bəli, göstəriş tipdə önəmlidir. Yəni bu pasiyentin istəyindən asılı ola bilməz. Tamamilə də pasiyentin istəyindən asılı ola bilməz. Pasiyentin istəyindən asılı olan ilkin check-up müayinələri ola bilər, laborator tədqiqatlar ola bilər, pasiyent gedib ultrasəs müayinəsindən keçə bilər, pasiyent gedib istəsə laborator tədqiqatdan keçə bilər. Təbii ki, hər vətəndaşın hüquqi dövlətdə yaşayır. Keçə bilər, amma doğru deyil yəni. Doğru deyil. Doktor, mövzu ətrafında danışmaq istəyirəm. Məsələn, süd vəzi xəstəliklərində ultrasəs müayinəsindən keçirik. Həkim orada heç bir şey aşkar eləmir, amma məsləhət görür ki, mütləq mammoqrafiya olunmalıdır. Süd vəzi patologiyalarının ilkin diaqnostikası ultrasəsdir. Burada da həkim mütləq fərqli yanaşmalıdır. Hər pasiyentin patologiyası eyni deyil. Hər pasiyentdə eyni patologiya, eyni tədqiqatı da vermir nəticə olaraq. Məsələn, əgər pasiyentdə heç bir şey aşkar olunmayıbsa, yaşı 25-dirsə, 20-dirsə, onu mammoqrafiya müayinəsinə göndərmək doğru deyil. Məsələn, Avropada inkişaf etmiş ölkələrdə 40 yaş üzəri deyilir mammoqrafiya, amma Azərbaycanda biraz onu endiriblər aşağı, 35 deyirlər. Əslində protokoldan 40-dır. 35 niyə deyirlər? Bizdə erkən nikah var. Ona görə deyirlər ki, məsəl üçün bu yaşda daha mən 35-in üzərində daha çox tövsiyə edərəm. Əgər patologiya yoxdursa, 30 yaşı 30-dursa, 25-dirsə, 20-dirsə, onun mammoqrafiya müayinəsinə getməyə tövsiyə etmirəm. Doktor, bir səhv diaqnozdan əziyyət çəkmiş bir pasiyent kimi ultrasəs müayinəsinə getmişdim və orada mənə dedilər ki, səndə heç bir şey yoxdur. Sadəcə olaraq mastopatiyadır. Və çox uzun zaman da keçmədi. 6 aydan sonra məndə başqa bir xəstəliyin simptomları görsən. Bəli, olduğu məlum oldu. Və bax, o həkim, bax mənim üçün çox maraqlıdır. Olur da belə həkim səhvləri. O xanım tutan doktor nə etməli idi? Gördü, düzgün diaqnoz qoymadı, ya görmədi. Nə etməlidir? Yəqin ki, konsilium eləməli. Bu sualda ümumiyyətlə verilişimiz düşünürəm çox maraqlı keçir. Suallarımız həqiqətən düşünürəm maarifləndirici suallardır. Baxın, burada bir məsələ var. Həkimlərin pasiyentə individual yanaşması çox əhəmilidir. Bax, bu ən vacib məsələdir. Bu bir. İkincisi, həkim əgər pasiyentdə patologiyanı görmüşsə və orada patologiya varsa, bu artıq həkimin ciddi səhv hesab olunur. Burada bir məsələ var. Məsələn, əgər pasiyent sizə həkim sizə mastopatiya dedi desə, diaqnozu qoyursa, bu da tibdə elə bir patologiya yoxdur. Oradakı o iltihab prosesləri ultrasəs müayinəsi ilə tam da belə detallı bilmək olmur. Fərdi yanaşma olaraq həkim həqiqətən özündə olan tərəddüdləri bilməlidir. Məsələn, tərəddüdlü həkim burdan bu patologiya olar olmazı düşünən həkimlərin əksəriyyəti sabahda həkimlər olur. Yəni bu mən belə görmüşəm. Tərəddüd etmədən daha irəli müayinəyə, məsəl üçün orada bir fibro dəyişiklik görürsən, tutaq ki deyirəm, ya iltihab proses görürüksə, biz onu yenə də bir konsilium etməyimiz tövsiyə olunur. Daha irəli müayinəyə, daha çox mammoloqa göndərə bilərik. Yəni bir kömək, bir vasitə, bir konsilium mütləq şərtdir. Ona görə də mən düşünürəm ki, daha irəli müayinə olsa daha faydalı ola bilərdi. Çünki bəzən həkimlərdə belə bir məsəl üçün vaxt məsələsi də olur, sürətli müayinələr sürətli olur, həkim tələsir. Bu şeylər daha çox olur da, səhvlərə daha çox ondan qaynaqlanır. Amma daha irəli müayinə olsaydı, daha yaxşı nəticələr əldə etmək olardı. Ona görə də burada həkim səhlənkarlığı demək olar yəqin ki. Burada həkim səhlənkarlığı da var. Burada deyim ki, tərəddüdlü olmaq daha faydalıdır. Bəzən həkimlər özünə çox inamlı olurlar. Bəzən o inamlı tam özünə güvənli olması da fəsadlara gətirib çıxardır. Yəni hər halda orada şübhələnsəydi, nəsə görsəydi, mütləq deməli idi ki, başqa həkimlərə də get, ya da ki, yönəltməlidir, elə deyilmi? Yəni yönəltmək daha konsiliumlu həkimlər bu tip sahəsi tam dəqiq elm sahəsi olmadığına görə, əgər bir radioloq ya bir həkim bir patologiyadan şübhələnirsə, onun bu sahədə olan həkimlərlə, ixtisaslaşmış həkimlərlə məsləhətləşməyi pasiyentin xeyrinədir. Burada fərdi müayinə, mənim pasiyentim, mənim yanıma gəlsin, mənim pasiyentimdir. Çox təəssüf edirəm ölkəmizdə fərdi inkişaf daha çox gedib. Həkimlərin bir çoxu özəl strukturda çalışır və onların fərdi yanaşır pasiyentlərə və bu pasiyent mənimdir, daimi mütəmadi mənim yanıma gəlsin deyərək çıxışından daha çox fəsadlar olur. Mütləq irəli müayinə şərtdir. Doktor, tiroid vəzi və xalq arasında daha çox zob kimi tanınan xəstəliyin aşkarlanması nə zaman onkoloji risk daşıyır?
Demək, qalxına bənzər vəzlə patologiyaları çox təəssüf ki, son dövr artmışdır. Xüsusilə qalxına bənzər vəzdə olan düyünlərlə bağlı patologiyanın artmasının səbəbi də bir çox amillərdən asılıdır. Demək, burada ultrasəs müayinəsi yenə qızıl standart hesab olunur. Çünki Avropa və Amerika Radioloji Dərnəyi bu ultrasəs müayinəsinin də olan düyünlərlə bağlı bir protokol tərtib edib. Məsələn, siz dediniz bundan qabaq, məsələn, süd vəzi müayinəsində necə Bayras deyirik, Bayras 1, 2, 3, 4 sinifləndirmə varsa, qalxına bənzər vəzlə bağlı tiras sinifləndirmə var. O sinifləndirmə bir patologiyaların xərçəngi riskini ən azından biopsiyaya gedib getməməsini və dinamik müşahidə alınıb-alınması qərarını bizə verir. Məsələn, 1-ci dərəcə, 2-ci dərəcə, 3, 4, 5 bunların riski təbii ki, ona görə də dəyişir. Qalxına bənzər vəzdəki düyünlərin sinifləndirməsini radioloq artıq bir xal hesabı ilə alır. Məsələn, düyünlərin rəngi el arasında deyirəm ki, başa düşsünlər. Məsələn, qalxına bənzər vəzin məsələn rəngi hardasa standart olan bir rəng quruluşu var, ultrasəsdə də görsənir. Ondan daha tünd görsənən düyünlər, məsələn, risk hesab olunur. Ona daha çox xal verilir. Məsələn, radioloqlar onu hesablayırlar. O xalı hesablayandan sonra, məsələn, tiras 4 deyirlər, 5 deyirlər. Məsələn, 5 demək artıq xəstəliyin risk faktorunun məsələn 30% üzərində olduğunu və bu xəstə pasiyentə biz biopsiya tövsiyə edirik. Məsələn, düyünlərin bəzən kalsinat olur. Kalsinatlı düyünlər mikro və makro kalsinatlarda olur. Onların ikisi bir arada olur və yaxud da ki ayrılıqda olur. Daha sonra məsələn onlar hamısı xaldır. Yəni hər kalsinatın özünün xalı var məsəl üçün. Daha sonra məsələn düyünün quruluşu var. Ovaldır, nahamardır. Strukturunda məsəl üçün kənarlarında kontur itib və yaxud da ki konturunda belə deyimsə spikula konturu deyirik, tam şavarı olur. Yəni bu şeylər hamısı risk faktorlarını artırır və radioloq da bunları göz önünə alır. Pasiyentin yaşı, pasiyentin hormonları, laborator tədqiqatları, bütün bu şeylər nəzərə alınaraq o pasiyentlərin biopsiya qərarını vermək artıq mümkün olur. Yəni son dövrlər bu çox inkişaf eləmişdir. Doktor, bax hansı əlamətlərdən artıq biz bilirik ki, yəni bizdə bu problem var və mütləq gedib yoxlatmalıyıq ki, belə bizim zobumuz varmı ya yox? Qalxına bənzər patologiyalar çox genişdir. Məsələn, qalxına bənzər vəzin iltihabı dəyişiklikləri var. Məsələn, autoimmun tiroid xəstəlikləri var. Arasında tənbəl zob deyirik. Hashimoto deyirik. Yəni insana baxanda hansı əlamət? Məsələn, Hashimoto tiroid xəstəliyində məsələn pasiyentdə yorğunluq olur, sümük ağrıları olur, xəstədə dəri quruluğu olur, dırnaqlarda problem yaşanır. Məsələn, el arasında zəhərli zob deyilir, Graves xəstəsidir. O pasiyentlərdə məsələn tiroid hormonlarının daha çox olur deyə pasiyentdə arıqlama olur. Gözlərdə məsələn Bazedov deyirlər. Məsələn, Graves xəstəliyi göz bəbəkləri genişlənir. Pasiyentdə ürək döyüntülərinin sayı artır, tərləmə olur. Bu vəziyyətlər bəli zob aslında zob kimi tanınır. Bəzi hallarda da kökəlmə. Bəli. Məsələn, autoimmun tiroiddə, tənbəl zobda isə pasiyentlərdə kökəlmə olur. Doktor, qaraciyərlə bağlı ultrasəs müayinəsi nə qədər qaraciyərimizdə baş verən xəstəlikləri aşkara çıxarda bilir? İlkin diaqnostikada ultrasəs müayinəsi qaraciyərdə kifayət qədər məlumat verir. Birincisi qaraciyərin hüceyrələri hüceyrə vahidləri hepatositlər hesab olunur. Son dövr qaraciyər piyələnməsinə bağlı patologiyalar çoxalıb. Xüsusilə bu hazır qidalardan istifadə, hərəkətsizlik, hətta uşaqlarda belə, məsələn 12-13 yaşında hepatosteatozları mən 2-ci dərəcə görmüşəm uşaqlarda. Yəni 2-3 dərəcə olur. Burada bəli, yağlanmaya görə birinci nə baş verir? Bu qaraciyərin hüceyrə vahidi hepatositlərdir. Piyələnmə həmin belə hüceyrəni sıxışdırır, belə lolu da desəm, özünə yer edir və qaraciyərin hüceyrə vahidləri azalır və piyələnmə başlayır. Qaraciyər başlayır artıq fibrozlaşmağa. Yəni daha çox piy toxumasından ibarət olur. Və ondan sonra da o artıq qaraciyər funksiyasını zəiflətməyə başlayır. İkinci ən böyük səbəb isə virus hepatitləridir. Və biz bunu həmişə pasiyentin neçə dənə pasiyentlərdə olub, pasiyent özündə virus hepatit B-ni bəzən hiss etmir və irəli dönəmdə bu artıq ağırlaşır və ondan sonra da xəstədə, pasiyentlərdə seroz xəstəliyini gətirib çıxardır. Mütləq onu deyirəm, ilkin baxış radioloq
ultrasəs müayinəsi, laborator tədqiqat və yaxud da ki, hepatoloq, yəni müraciətin erkəni həm həyat xilas edir, həm də həmişə deyirəm, pasiyenti maddi yükdən də xilas edir. Bəli. Onu deyəndə pasiyentlərin daha çox xoşuna gəlir. Doktor, son zamanlar qadınlar arasında varikoz xəstəliyi ilə bağlı şikayətlər çoxalıb. Bu barədə də istəyərdim ki, danışaq. Biraz öncə kulisdə də geniş söhbət elədik və özümdə də bu narahatlıq var, ayaqlarımda ağrı. İstəyərdim ki, bu barədə geniş məlumat verəsiniz. Varikoz xəstəliyi çox geniş yayılmış patologiyalardan biridir. İlkin mərhələlərdə ayaqlarda şişkinliklə, ağrılarla müşahidə olunur və bu ağrılar pasiyentləri həqiqətən gecə saatlarına doğru, axşama doğru daha çox artdığını, pasiyentlərin bir çoxlarında şişkinlik, baldır nahiyədə, topuq nahiyəsində bir şişkinliyə qədər gətirib çıxardır. Varikoz xəstəliyi damarlarda olan qapaq yetməzliyinə bağlı yaranan patologiyalardır. Biz bilirik ki, məsələn, damarların içərisində bir qapaqçıqlar var, onların öz funksiyaları var, qanı damarlarını daşıma funksiyasında. Orada bir qapaq defektləri yaranır və yaxud da ki, damar anatomik olaraq ölçüləri böyüyür. Burada genetik faktorlar olur və yaxud da ki, pasiyent uzun müddət ağır fiziki işlə məşğul olur. Daha çox sonra isə hamiləlikdən sonra yaranan varikozlar, çanaq varikozları da olur. Yəni bunlara bağlı bu patologiyalar yaranır. İlkin olaraq dediyim kimi ayaqlarda ağrı olur, yorğunluq olur, şişkinlik olur və bu proseslər irəlilədikcə davamlı qapaq problemlərinə bağlı qan damarlarında genişlənmə və pəncə nahiyəsinin toplanması baş verir baldırda və onun hesabında artıq varikoz damarları yaranır və ölçülərində genişlənmə müşahidə olunur və pasiyentlərdə daha sonra isə kəskin yara yaranır, daha sonra xroniki yaralara da gətirib çıxardır. Təşəkkür edirik. Verilişimizə qaldığımız yerdən davam edəcəyik. Hələlik reklamlar. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Sağlamlığınızla yanaşı gözəlliyinizin də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri var. Sağlam uşaq sağlam gələcəkdir devizini rəhbər tutan klinikada ayrı-ayrı istiqamətlərin olduğu uşaq sağlamlıq mərkəzləri mövcuddur. Klinikanın reabilitasiya şöbəsində manual terapiya, fizioterapiya və reabilitoloqlar fəaliyyət göstərir. Mərkəzimiz peşəkar tibbi personel ilə yanaşı ən müasir cihazlarla təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, dietoloq və digər poliklinik ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Kraton klinikası estetik cərrahiyyə, ginekologiya və andrologiyada istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Kraton klinik sağlamlığınız uğur hekayəmizdir. Verilişimizin baş sponsoru Kraton klinikasıdır və suallarımızı davam edirik. Bilirsiniz, qan analizi ilə də biz bunu müşahidə edə bilirik ki, bizdə tromblaşma var ya yox. Hansını daha çox məsləhət görürsünüz? Doppler müayinəni yoxsa qan analizi? Doppler müayinə bir laborator tədqiqat deyil, bir fizik müayinədir. Pasiyentin biz damarına baxırıq. Orada damar divarının içərisində bir tromb kütləsi görürük. O da aydın görsənir orada. Bəzən o tromb kütlələri aydın görsənməyə də bilir. Yeni yaranmış biz bilirik tromb kütlələri bəzən hipo olur, yəni tünd olur, gözdən də qaça bilir. Orada yenə diqqətli yanaşma tələb edir. Burada klinik həkim də mütləq vacibdir. Məsələn, pasiyentin ayağı şişir. Kəskin tutaq edirəm, DVT deyirik. Kəskin dövrlərdə pasiyentin ayağında bir ayağının şişkinliyi olur. Düzdür, nadir hallarda hər ikisində də olur, amma bir tərəfli olur çox vaxt və o pasiyentdə artıq biz qızartı görürük ayağında və ondan sonra bir ultrasəs müayinəsi tövsiyə edirik. Ultrasəs müayinəsində dərin venada ya səthi venada trombofilbit və trombu gördükdən sonra laborator tədqiqatla o təsdiqlənirsə, artıq bu iş daha effektiv və daha normal şəkildə olur. Hansı üstün deyil. Hər ikisi bir-birini təsdiqləyəndə burada artıq doğru yanaşma budur. Bir də limfa düyünlərindən danışmaq istəyərdik. Ən yaxşı limfa düyünlərimizdə yaranan problemi ultrasəs müayinəsi ilə yoxsa digər müayinə növlərindən aşkara çıxarda bilirik? İlkin tədqiqatda biz ən çox təbii ki, uşaqlarda boyun ətrafında daha çox müşahidə edirik limfa bəzlərini. Daha çox qrip infeksiyasına bağlı əgər ultrasəslə müayinəsindən söhbət gedirsə, boyun ətrafındakı limfalara görə dəyərləndiririk.
Uşaqlarda ultrasəs müayinəsi bir çox hallarda effektivdir və kifayət eləyir. Yəni burada ultrasəs müayinəsinin rolu çox böyükdür. Orada əsas məqam limfaların patoloji yox da patoloji olmamasını müəyyənləşdirməkdir. Reaktiv limfa düyünləri var patoloji limfa düyünləri. Yəni belə deyim də, belə hər kəsə başa düşəcəkdir desəm, limfaların bəlli bir strukturu, anatomiyası var. O anatomik tamlıq pozulduğu zaman artıq limfalarda patoloji hallar başlayır. Əgər limfaların anatomik tamlığı pozulmayıbsa, o limfalar müalicə olunur və ilkin olaraq aidiyyatı üzrə mütəxəssisə göndərilir. Patolojik limfalar görünürsə, biopsiya qərarı verilir. Oradakı limfomadır, yaxud da ki, digər bədxassəli patologen olması üçün də biz ultrasəs altında da biopsiya qərarını veririk. Burada qızı standart biopsiyadır. Amma MRT müayinəsi də burada təbii ki, çox önəmlidir. Doktor, bir radioloq olaraq sizin daha çox üstünlük verdiyiniz müayinə növü hansıdır? Ultrasəs müayinəsi, MRT yoxsa KT? Bu sual mən özüm daha çox ultrasəslə məşğul olduğum üçün ayrı-seçki eminə tam ədalətli qərar verməyə çalışacağam. Hər müayinənin özünün bir qızı standartı var. Məsələn, fetal müayinəsini MRT də bilmir. MRT mümkün deyil. Məsəl üçün tiroid biopsiyalarıdır, qaxnabən. Məsəl üçün bu gün varikoz əməliyyatları hamısı ultrasəs müayinəsi altında icra olunur və bu müayinə qızı standartdır. Necə biz insanların hərəmizin öz dəyəri olduğu kimi hər müayinənin də öz dəyəri var. Ayıra bilmədiniz, yəni ayrı-seçkili eləyə bilmirsiniz. Bilmərəm, çünki hər öz üstünlüyü var. Mənim həmişə bir sözüm var. Peşəkarlıq birinci tibbi məlumatların əldə olunması ilə yanaşı insanın öz xarakteri xüsusiyyətləri ilə gəlir. Əgər insan həqiqətən, məsələn, insan var ki, bir istiqamətli öyrənir və onunla yetinir və onunla da həyatını davam etdirir. Həkimlik peşəsində xarakter önəmlidir. Bir ulduzun yetişməsi üçün, onun məsəl üçün 400-500 xarakteri xüsusiyyəti olmalıdır. Bu idmanda belədir. Davamlılıq, vaxtında disiplin, səhər hamıdan tez oyanmaq, fərdi məşqlərə cəlb olunmaq, işindən vaz keçməmək, stres hallarından yenidən ayağa qalxıb durmaq, bu motivasiyanı bacaran şəxslər ulduza çevrilirlər. Onun xırda birində qırılma olduğu zaman o idmançının motivasiyası düşür və peşəkarlıqdan düşər. Həkimlik də buna bənzədirəm. Həkimlik bir xarakter işidir. Bir disiplin işidir. Məsələn, sonradan özünü çox gəlişdirmiş həkimlər tanıyıram mən. Universitet dönəmi çox da savadlı olmayıb, amma sonra öz xarakter hesabına mən bu zirvəyə qalxacam, öyrənəcəm deyib bir çox həkimlər var. Və sonradan universitet dönəmi çox yaxşı təhsil alıb da, sonradan bu işi buraxıb, yəni ya həvəsdən düşür. Yəni məncə disiplin, tibbi savad, xarakter, yəni bu şeylər artıq həkimi peşəkarlığına gətirib çıxardır və bir də həkimlikdə bir şey var, ego olmamalıdır. Həkim tərəddüdlü olmalıdır. Tərəddüdlü həkim savadlı həkimdir. Deməməlidir. Mən hər şeyi bilən deyən həkimdən qaçın. Çox sağ olun doktor. Gəldiyiniz üçün minnətdarıq. Mən elə gəlir ki, tamaşaçılarımız üçün də kifayət qədər geniş məlumat verdi doktorumuz. Qonağımız Gülhanə Hərbi Tibb Akademiyasında ixtisaslaşmış Kraton klinikasının həkim radioloqu Nazir Allahverziyevdir. Biz verilişimizə davam edirik. Təşəkkür edirik doktor gəldiyinizə görə. Dəvətiniz üçün. Çox sağ olun. Bəli, əziz tamaşaçılarımız, verilişimiz davam eləyir və bütün xanımların qorxulu yuxusu artıq çəkidən danışacağıq və qonağımız dietoloq, nutrisioloq Afa Kərimovadır. Xoş gəlmisiniz Afa xanım. Çox sağ olun. Xoş gördük. Necəsiniz doktor? Şükür Allaha. Zümrüd xanım dediyi kimi qorxulu yuxumuzdan danışacağıq. Artıq çəkidən. Sizin yanınıza müraciət edən xanımlar və ya bəylər daha çox kompleksdən azad olmaq istəyirlər, yoxsa sağlamlıq üçün məhz sizin yanınıza müraciət edirlər? Düzünü desəm, daha çox kompleksdən azad olmaq üçün. Sadəcə olaraq bunlar, bilirsiniz necə, nəticəni görürlər, artıq çəkini görürlər, ancaq səbəbini görmürlər. Çünki artıq çəki həmişə yaranır, məsələn, bədəndə olan problemlərdən. Ola bilər ki, endokrin sistemində problem olur, əmələ gəlir, ola bilər ki, qarmalı sistemində problemlər əmələ gəlir ondan. Və son vaxtlar qeyd etmək istəyirəm ki, bəylər daha çox müraciət edir, nə qədər xanımlar. Bunun səbəbi nədir? Deyim, çünki xanımlar ümumiyyətlə istəyirlər daha tez nəticəyə gəlmək və liposuksiya əməliyyatlarına daha çox üst tuturlar. Düzünü desəm, o da böyük problemlər və fəsadlar yaradır. Bəli. Mən onun əleyhinə bir neçə dəfə də qeyd etmişdim onu. Çünki biz necə nəticəni verirlər, ancaq yenə də səbəbini yığışdırmırlar və artıq piylər yenə də o biri nahiyələrdə yaranır.
Aha. Ona görə kişilər lipoksasiya əməliyyatlarına eləmədiklərinə Bəli, görə onlar dietoloqlara müraciət edirlər. Və ümumiyyətlə kişilər iynədən, əməliyyatdan qorxur. Qadınlar bu yolda belə daha ürəklidirlər, daha cəsarətlidirlər, amma yağ aldırma prosesindən sonra o yağ yenidən qayıdır və daha Başqa bölgələrə. bəli, belə bir nəticələri də görmüş oluruq. Doktor, siz necə məsləhət görürsünüz? Ümumiyyətlə sizə müraciət edərkən ilk olaraq hansı qan analizlərini, qan təhlillərini istəyirsiniz? Birinci mən qan analizini istəmirəm. Mən birinci tanış oluram. Baxıram, görürəm ki, onun həyat tərzi, məsələn, pasientin həyat tərzi necədir? Bunlar necə yaşayırlar, necə qidalanırlar? Məsələn, hansısa problemlər, nə cür problemlərlə yanaşırlar və s. Ondan sonra onun bədəninə baxandan sonra mən deyə bilərəm ki, hansı analizləri mən məsləhət görürəm verməyi. Hansı analizləri tələb edirsiniz? Daha çox sizə maraqlı olan analizlər hansılardır ki, yəni bu pasientin kökəlməsinə səbəb bunlar ola bilər? Birinci ondan başlayaq ki, qanın ümumi analizi olmalıdır mütləq şəkildə. Ondan sonra ola bilər ki, insanda tez-tez olur, anemiya əmələ gəlir. Ona görə feritindir, dəmirdir, onları yoxlamaq lazımdır. Ondan sonra mütləq şəkildə endokrin sistemin, məsələn, TSH, T3, T4 qarmonlar, mütləq şəkildə insulin rezistentliyi, glukoza, bunların hamısını mən yoxlamalıyam. Bəli. Gəlin əvvəldən başlayaq. Bax, səhər oyanırıq. Bəli. Saat neçədə yemək yeməliyik? Ümumiyyətlə insan yuxudan duranda həmişə bu olur 6-dan 9-a qədər, saat 9-a qədər kortizol hormonu birincisi elə bir başını qaldırır və ən yüksək səviyyədə olur səhərlər. Ona görə də birinci əsas lazımdır birazca çörək yemək ki, çox miqdarda yaranmasını biraz öldürmək. Amma bəzən olur ki, məsələn, dietoloqlar da məsləhət görürlər ki, oyananda bir qəhvə içirsən. Qəhvə yox, mən məsləhət görmürəm qəhvəni. Qəhvə içirsən, sonra bir neçə saatdan sonra artıq yeməyə başlayırsan. Bilirsiniz, gəlin belə danışaq. Ümumiyyətlə qəhvə nədir? Bu kofeindir və o ümumiyyətlə bu enerji verən bir şeydir. İnsanlar məsələn tez-tez deyirlər ki, mən kofesiz yaşaya bilmirəm. Reallıqda yaşıl çayda daha çox kofein var tərkibində, nə qədər kofedə. İnanın. Bəli. Bu psixoloji bir. Siz artıq özünüzə elə bir necə sizə deyim, qərarlaşmısınız ki, mən kofe içməliyəm ki, mən məsələn yuxudan durum, özümü rahat hiss edim. Ancaq reallıqda yaşıl çay daha məsləhətlidir. Çünki kofe hələ bundan da başqa diuretikdir. Ondan başqa siz su da içməlisiniz ki, bu su itirməyəsiniz bədəninizdə. Bəli. Doktor, amma Zümrüd xanımın sözünə qüvvət, bəzi dietoloqlar məsləhət görür ki, nə qədər gec səhər yeməyi yesəniz, bir o qədər də tez nəticə, yəni çəki atmaqda nəticə əldə etmiş olacaqsınız. Çox üzr istəyirəm. Yeri gəlmişkən bu yaxınlarda eşitdim ki, hətta bir psixoloq deyir ki, dietoloq psixoloq deyir ki, əgər bədən oyanırsa və yeməyə tələbat yoxdursa, ümumiyyətlə yemək lazım deyil. Nə vaxt acarsa onda yeyərsiniz. Bilirsiniz necədir? Gəlin belə danışaq. Yenə də mən biraz o biri cürə yanaşıram pasientlərimə və mən ümumiyyətlə nə arıqlama ilə bağlı arıqlamaq lazımdır düzgün. Məsələn, mən pəhrizin əleyhinəyəm. Konkret olaraq ona baxmayaraq ki, mən dietoloqam, mən pəhrizin əleyhinəyəm. Və mən dediyim kimi, məsələn, siz səhər yuxudan durmusunuz. Kimsə deyir ki, bir yeməyi buraxın lazım deyil, elə bir iki yemək sizə bəs edir. Yox, mən o ilə razı deyiləm. Aralıq oruculuq kimi deyirsiniz də? Yox, aralıq orucu da deyil. Bilirsiniz necədir? Məsələn, siz səhər durmusunuz yuxudan, siz çay içirsiniz, yanında heç olmasa. Məsələn, mənim pasientlərim var, deyirlər ki, mən səhər yeyə bilmirəm. Alma nə olan şeydir ki, meyvədir. Onu yemək olar. Bəli, ona görə mən razıyam ki, heç olmasa nəsə badamdır, 10 dənə badam, məsələn, ya da bir dənə alma çayın yanında səhərlər məsləhət görürəm. Pəhrizi məsələn kimsə məsləhət verəndə ki, məsələn bunu indi yeməlisən, bunu gündüz yeməlisən, bunu axşam yox. Mən heç vaxt indiyə qədər heç bir pasientim deyə bilməz ki, mən kiməsə nəyisə məsləhət görmüşəm. Mən necə deyirəm? Məsələn, siz əlinizin altında nə var hal-hazırda? Siz bilməlisiniz nəyə yemək olar, nəyə yemək olmaz. Nəyə lazımdır az miqdarda yeməyin, saatları da var, öz saatları da var. Məsələn, meyvələri saat 3-dən sonra yemək məsləhət deyil. Tərkibində glukoza var. Ona görə mənim bir xəstəm var idi, deyirdi ki, doktor, mən heç də yemirəm meyvədən başqa. Oğlum, mən kökəlirəm hər gün. Meyvə kökəldir. Kökəldir niyə görə? Tərkibində şəkər var. Siz onu saat 9-da axşam yeyirsinizsə, əlbəttə ki, siz kökələcəksiniz. Siz saat 3-ə qədər hər şey onda qaydasına düşəcək. Biz də nə edirik? Axşam meyvə boşqabı hazırlayırıq özümüz üçün, televizorun önündə və yeyirik. Doktor, trendlərdən danışaq. Kalori hesablamaları
Yox, mən kaloriləri hesablamıram. Niyə görə? Məsələn, ola bilər ki, mən belə aktiv həyat yaşayıram, mənə lazımdır məsələn 2500 kalori. Ola bilər ki, siz bütün gün məsələn televiziyadasınız, bütün gün məsələn oturaq həyat yaşayırsınız və sizə ola bilər ki, 2000 kalori lazım olsun. Ona görə mən heç vaxt kaloriləri hesablamıram. Mən başa düşdüm ki, Faxanın hər şeyi inkar edir. Və sizin metodunuz nədir? Mənə çox maraqlıdır. Yox, mən hər şeyi inkar etmirəm. Sadəcə mən pəhrizə heç kimi 30 durmuram. Konkret yeməkləri, məsələn, bunu sabah yox, mən belə şey eləmirəm. Əlin altında nə var? Məsələn, daha çox məsləhət görürəm. Məsələn, deyirlər ki, mən kebab xoşlayıram. Deyirəm, kebabın əvəzinə, məsələn, əvəz edici bir şey dana bastırmasıdır. İndi biz hamımız toya da gedirik və s. lazım olur daha yüngül. Yanında pomidor, xiyar, kaxı salatı. Ki, biz necə daha yüngül, axşam yeməyi yüngül olmalıdır. Ona görə, məsələn, səhər yeməklər. Siz deyirsiniz ki, məsələn, mən bunu istəyirəm. Mən məsləhət görürəm ki, omlet, daha çox zülallı və liflə zəngin olan məhsulları mən məsləhət görürəm. Karbohidrat da lazımdır, yenə deyirəm, az miqdarda. Bəs günorta nə yeyək? Ümumiyyətlə, siz meyvə də yeyə bilərsiniz, tərəvəz, məsələn, salatını da yeyə bilərsiniz. Yaxşı, şorbanın yanında nə yeyək? Siz çox acıyırsınızsa, mən hər xəstəmə məsləhət görürəm. Birincisi ondan başlayın ki, siz hər yemək qabağı mütləq şəkildə, indi çəkidən asılı olan bir şeydir. Siz ya 1 ya 2 stəkan ilıq su içməlisiniz. Aha, mədəmizi doldurmaq üçün. Yox, mədəni doldurmaqdan da başqa metabolizmə də kömək eləyir, həzm etmək üçün də kömək edir və ümumiyyətlə bilirsiniz o toxluq hissi yaradır insanda. Siz artıq yemək yemirsiniz. Doktor, bəs yemək arası su məsləhət görürsünüz? Mütləq şəkildə. Gün ərzində ən azı 2 litr su olmalıdır. Yox, yəni siz deməksiniz ki, yemək yediyimiz an, məsələn biz sevirik, məsələn yemək yeyərkən yanımızda çay olsun, yemək yeyə çay da içirik, arada o çay, su problemsiz, ürəyiniz istəyən qədər. Bəs nəticə əldə etmək istəyənlər, məsələn gəlib ki 65 kiloyam, 58 kiloqrama düşmək istəyirəm. Onda neçə müddət qoyursunuz arıqlamağa? Bax, nəticələr necə olur? Ümumiyyətlə baxın, insan arıqlayanda 10-15% öz əsas çəkindən azaltmalıdır ay ərzində. Ay ərzində. Bəli. Məsələn? Çox olmamalıdır. Məsələn, siz 68 kilosunuzsa, 6 kilodan çox azaltmayın çəkinizi. Yavaş-yavaş və bir ay yarım ərzində siz düz qidalansanız, sizin artıq bu həyat tərziniz olacaq və siz heç nə hiss etməyəcəksiniz. Sizin mədəniz də normal şəkildə işləyir, bağırsağınız da işləyir normal şəkildə, şişkinlik də yaranmır artıq. Yenə də deyirəm, xroniki xəstəlikləri nəzərə almamaq şərti ilə orada hər şey qaydasına düşür və qısa bir zamanda ay yarım, maksimum ay yarıma insan arıqlayır. Daha çox kök adamların arıqlanmağı. Bəli. Daha kök insanlar daha tez arıqlayırlar. Ancaq yenə də qeyd etdiyim kimi, mən 100% bilirəm ki, məsələn, insan kök bir şəkildə gəlirsə, mən görürəm ki, məsələn, çəkisi çoxdur. Mən çox gözəl başa düşürəm ki, birincisi bunun problemi məni ilə deyil, endokrinoloqladır. Və mən başlayıram endokrinoloqlarla birlikdə işləməyə bu xəstənin üzərində. Necə hesab edirsiniz? Detokslar bədəni toksinlərdən təmizləyirmi, arıqlamamıza kömək edirmi? Yoxsa bu bir trenddir? Detokslar da cürbəcür olur. Var təbii detokslar, mən özümdə onları məsləhət görürəm tez-tez. Məsələn, meyvədən, tərəvəzdən, məsələn, cürbəcür detokslar var, çox şəkildədir və onları məsləhət görürəm. Çünki onlar köp, məsələn, şişkinlik, onlar aradan qaldırırlar bu problemləri. Ancaq bu arıqlama çaylarıdır, detoks çayları icazə vermirəm. Niyə görə? Çünki, məsələn, sizdə çəki azalır, ondan sonra yenə də birisi onun tərkibi nədir? Deyirlər ki, kofeinlə zəngin. Kofein insanı arıqlatmır. O sadəcə sizdə enerji verir. Bu enerji mənbəyi kimi bir şey sayılır. Qurtardı getdi. Ancaq siz başlayırsınız arıqlamağa, arıqlayırsınız çünki bunun tərkibində senna var. Senna da otu bütün günün bağırsağı işlədir. İşlədir, siz başlayırsınız arıqlamağa, sizdə iştaha itir. Siz məsələn bunu qutaran kimi sizin yenə də çəkiniz qayıdır, üstəgəl bir 5-6 kilo da qayıdır. Çünki bu marketinqdir. Bunlar pul qazanmaq üçün onu eləyir. Bunun ziyandan başqa heç bir faydası yoxdur. Sizdə tənbəl bağırsaq yaranır. Bəli, o problem. Bu sindrom ondan sonra müalicə olunmur. Və bu sindromu çox çətindir ondan sonra müalicə etmək imkanı varsa. Artıq tənbəl bağırsaq yaranıbsa, siz idman var. Ancaq idmanla siz məsələn özünüzü cüzi miqdarda formaya sala bilərsiniz. Doktor, çox maraqlıdır. Bu son zamanlar trend halına çevrilmiş arıqlama iynələri.
Bu dərmanları ancaq və ancaq endokrinoloq Həkim yaza bilər nəzarətində sizə. bəli. Bəli, həkim nəzarətinin altında olmalısınız və ancaq o sizə deyə bilər ki, məsələn, sizə nə miqdarda və nə qədər o lazımdır. Həkim təyinatı ilə. olmasa, siz hormonal sisteminizi tam şəkildə aradan çıxardasınız. O doğrudan da sonra onu müalicə etmək olmayacaq. Doktor, gələk trend olan diyetalara, pəhrizlərə. Məsələn, həyatımıza girib keto diyeta ki, artıq uzun zamandır insanlar keto diyeta ilə arıqlayırlar və ya məşhurların diyetaları ki, hansı ki biz bunu çox asanlıqla əldə etmiş oluruq. İnsanın çəkisi çox olanda və o əziyyət çəkəndə əlbəttə ki, doğrudan effektiv bir metoddur. Sadəcə olaraq bunun ikinci problemi yaranır. Onu uzun müddət saxlamaq olmaz. Çünki metabolizmin sürəti aşağı Məsələ düşür. keto diyetadan gedir. Fərqi yoxdur. Keto diyetada nədir? Pəhriz pəhrizdir. Yadınızda saxlayın ki, sadəcə o cürbəcür üsullardır. Ancaq ola bilər ki, sizə məsələn sizə kömək etsin, məsələn Zümrüd xanıma kömək etməsin. İkinci variant. Yenə də insan tam sağlam olmalıdır ki, pəhrizə otursun. Onun bir problemi varsa, daxili problemi, xroniki xəstəliyi, ona diqqətlə yanaşmaq lazımdır o problemə. Bu ikinci problemdir və sonuncu. Bilirsiniz necədir? Ümumiyyətlə metabolizmin sürətini azaldır və pəhriz bilirsiniz ki, immuniteti zəiflədir. Ona görə onu uzun müddət olmaz saxlamaq. Çox qısa bir müddət. Ondan sonra yenə də siz düz qidalanmaya keçməlisiniz. Qısa müddət dediyiniz nə qədər vaxtdır? Bir ay yarım. Ondan artıq olmaz. Maksimum 2 ay. Ondan artıq mən heç kimə məsləhət görmürəm, çünki yenə də deyirəm, saç tökülmə, qastrit, milyon problemlər əmələ gəlir. Yəni bu həyat tərzini çevrilirsə bəs? Mən ona görə deyirəm ki, düz qidalansanız bu artıq həyat tərzidir. Yəni düz qidalansanız, yəni Bəli, bu artıq həyat tərzidir. Siz yavaş-yavaş çəkinizi itirirsiniz və əziyyətdə çəkmirsiniz və rahat və problemsiz həyat yaşayırsınız. yaxşı, bu 6-dan sonra bəzən deyirlər ki, yemək olmaz. Məsləhət Yəni 6-ya qədər yeməlisən. Bəli, mən razıyam. Bilirsiniz necə metabolizm yenə də başlayır, onun sürəti elə bir aşağı düşür. Ona görə də ən problemsizi saat 7-dən sonra yeməmək. 7-dən sonra. 7-dən sonra. Yaxşı, birdən acısaq gecənin bir vaxtı, onda niyə? Əlbəttə ki, hamıda olur. Xiyar. Bu da yemək deyil axı, tərəvəzdir. Yox, inanın, kömək eləyir. Doktor, qarşıdan Ramazan ayı gəlir. Müqəddəs Ramazan ayında da bilirsiniz ki, hələ qış fəslidir. Və mütləq biz orucumuzu açacağıq, yəni iftar olacaq saat 7-dən sonra. Bəli. Bəs bu zaman biz nə edirik? Biz gün ərzində həmin o mübarək günü saatın gəlməsini gözləyirik. Beynimizdə qurduğumuz o dadlı təamlardan dadmaq istəyirik. Nə edirik? Xiyarla mı qidalanaq? Yox. Mən sizə bir şey deyim. Reallıqda bizim insanlarımız eşitmisiniz də ki, kimsə deyir ki, mən yaman arıqlamışam, məsələn, oruc vaxtı. Kimsə deyir ki, mən çox kökəlmişəm. Niyə görə? Baxın, mən həmişə kökəlirəm. Bilirsiniz niyə görə? Birincisi insan var, səhərlər durmur. Deyir mən yuxuluyam, mən axşam yeyərəm. Axşam 2 qat çox yeyir. Ona görə olmaz. Və siz fikir verməlisiniz yeməyinizə. Siz düzgün qidalansanız, inanın, normal bir şəkildə. Məsələn, bizimkilər xoşlayırlar. Düyüdür, kababdır, belə şeylər məni çağırıblar iftara və s. Olmaz. Lazımdır düz qidalanmaq, onda sizin çəkiniz azalacaq. Afaq xanım, saatla yemək yemək. Aralıqlı oruc. Hə, aralıqlı oruc. Hər kəs bunu edə bilərmi, yoxsa bunu Yox, da hər insana məsləhət görülmür bu. Yəni çünki 6-dan sonra çox uzun müddət ac qalırsan. Bilirsiniz necədir? Bu insanın həyat tərzindən də çox şey asılıdır. Həyat tərzindən də başqa, çəkisindən, onun yaşından. Ona görə hər şey individualdır hər insan üçün. Belə şeylərə lazımdır diqqətlə yanaşmaq. Ona görə məsələn mən hər insana məsləhət görə bilmərəm ki, 12-də ye, 6-da ye və s. ya da 3 dəfə qidalan, 5 dəfə qidalan, yox. Hər insanın öz həyat tərzindən, onun aktivliyindən çox şey asılıdır. Doktor, metabolizm zəifdir deyən pasientlərə nə tövsiyə edirsiniz? Hərəkət etmək. Ən yaxşı metabolizmi sürətləndirən hərəkətdir. İdmandır, üzgüçülükdir, rəqsdir. İndi kimin ürəyi nə istəyir? Ancaq rəqs etmək, məsələn, mən xanımlara məsləhət görürəm, bəylərə də məsləhət görürəm, daha çox idmanla məşğul olmaq yox, daha çox üzgüçülüklə məşğul olmaq. Çünki enerjini siz doğrudan da hiss edirsiniz ki, istifadə edirsiniz. O yediyiniz kalorilərin hamısı istifadə olunur və doğrudan da bədəni də çox gözəl şəkilləndirməsi birinci sudur. Nə gözəl. Doktor, toxluq hissini yaradan 3 qida zəhmət olmasa. Toyuq ya da balıq, yulaf, lobya, brokoli.
Doktor, çox sağ olun gəldiyiniz üçün. Mən də minnətdaram. Çox sağ olun doktor, gəldiyinizə görə, minnətdarıq dəyərli məsləhətlərinizə görə. Əziz tamaşaçılarımız, bu günlük verilişimiz sona çatdı. Verilişimizin baş sponsoru Kraton Klinikasıdır. Özünüzə yaxşı baxın, sağlam qidalanın. Bizi sosial şəbəkələrdən də izləyə bilərsiniz. Görüşərik. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Sağlamlığınızla yanaşı gözəlliyinizin də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri var. Sağlam uşaq sağlam gələcəkdir devizini rəhbər tutan klinikada ayrı-ayrı istiqamətlərin olduğu uşaq sağlamlıq mərkəzləri mövcuddur. Klinikanın reabilitasiya şöbəsində manual terapiya, fizioterapiya və reabilitoloqlar fəaliyyət göstərir. Mərkəzimiz peşəkar tibbi personel ilə yanaşı ən müasir cihazlarla təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, dietoloq və digər poliklinik ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Kraton Klinikası estetik cərrahiyyə, ginekologiya və andrologiyada istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Kraton Klinik sağlamlığınız uğur hekayəmizdir.